Bir gün Həzrəti İsa əleyhissalam öz həvariləri ilə, yəni yaxın sahabələri ilə yol gedirdi. Bu zaman ölmüş bir it cəsədinin yanından keçirdilər. Gördülər, hamı bu itin ətrafına toplaşıb. Hər bir söz deyir bu it barəsində. Bəziləri itin üfunətli iyindən, digərləri xəstəlik mənbəyi olduğundan şikayətlənirdilər, giləylənirdilər. Həzrəti İsa əleyhissalam bu deyilənlərə məhəl qoymadan itə baxıb, bu itin nə gözəl inci kimi dişləri vardır deyir. Hamı yerindəcə donub qalır. Anlayırlar ki, doğrudan da hər kəs öz arşını ilə ölçür. Hadisələrdə hərə öz görmək istədiyini görür. Həzrəti İsa onlara anlatmaq istəyirdi ki, hər bir çirkinliyin belə bir gözəlliyi vardır və insan bu barədə düşünməlidir. Gözəllikləri görməyə çalışmalıdır. Doğrudan da insan görmək istədiyini görəcəkdir. İstir ətrafında, istir özündə, istir ailəsində, həyatında əgər 10 dənə, 15 dənə yaxşı hadisələr baş veribsə, bir dənə, 2 dənə mənfi hadisə olubsa, o 10 dənəni yox, o bir dənə, 2 dənəni görər həyatımda ki, mənim həyatımda belə bir pis hadisə baş verib. Və yaxud həyat yoldaşında 5 dənə, 10 dənə yaxşı xüsusiyyəti var, amma 1-2 dənə də mənfisi vardır. O 10 dənəni görməyəcək, amma o 1 dənə, 2 dənə mənfini tez görəcəkdir və ondan başlayacaq şikayətlənməyə. Ona görə də hər kəs hadisələrə, insanlara gözəl cəhətdən, yaxşı tərəfdən yanaşmağı bacarmalıdır və gözəllikləri görməyə çalışmalıdır.